Hər vaxtınız xeyir olsun. Hörmətli Qarqışla Xəbərlər qrupunun bütün üzvləri, hər birinizi kəndimizdən salamlayıram. Bugün əlamətdar bir gündür. Qarqışla Xəbərlər qrupunun yarandığı bir gündür. 2019-cu ilin məhz bu günündə 6 iyul tarixində yaradılmışdır və bu qrupun yaradılmasında Nurlan qardaşımın təşəbbüsü, xidməti, zəhməti var. Buna görə Nurlana xüsusi təşəkkürümü bildirirəm. Eyni zamanda bu qrupun yaradılmasında, fəaliyyətinin davam etdirilməsində həm də kənd sakinlərinin öz rolu var, əməyi var, zəhməti var. Ümumiyyətlə, Qarqışla Xəbərlər qrupunun davam etdirilməsində, inkişafında xidməti olan hər bir kəsə təşəkkürümü bildirirəm. Bu qrupun doğrudan da əhəmiyyəti böyükdür. Ona görə ki, böyük bir kənd haqqında, mühüm hadisələr haqqında, lazımi hadisələr haqqında insanlara xəbər çatdırılmasında, həm də tez bir şəkildə, bunu operativ şəkildə çatdırılmasında xidməti böyükdür, bu qrupun rolu böyükdür. Bunlar yəni bəlkə də kimlərəsə kiçik görünə bilər, amma mən düşünürəm ki, bu işlər doğrudan da təqdirə layiqdir və böyük əhəmiyyət var. Həmişə o fikirdə olmuşam ki, hər kəs öz vətəni üçün, kəndi üçün, eli obası üçün bacardığını etməlidir. Nurlan əgər bu qrupun yaradılmasına təşəbbüs etmişsə və bu qrup yaradılmışdırsa və 7 il müddətində belə fəaliyyət göstərmişdirsə, o öz əlindən gələni, bacardığını öz kəndi üçün, eli obası üçün və kəndin sakinləri üçün etmişdir. Hər kəs elə bu şəkildə davranarsa, bu münasibətdə olarsa, öz bacardığını kəndi üçün, insanları üçün edərsə, doğrudan da elə çox böyük inkişaf olar və təqdirə layiq hal olar. Ona görə hadisələrin işıqlandırılması olsun, kəndin bir gözəl köşələrinin, hər bir yerinin çəkilib insanlara bir daha görünməsini belə təmin edirsə, bu özlüyündə böyük xidmətdir. Və hər hansı bir hadisənin necə işıqlandırılması önəmlidir təbii ki, amma əsas məsələ nədir? Yanaşma tərzi, münasibət necədir? Və əsas məsələ budur ki, bunu da biz Qarqışla Xəbərlər qrupunun fəaliyyətində çox aydın görürük və çox gözəl qəbul edirik, ürəkdən qəbul edirik. Doğrudan da belə bir xidməti mən çox yüksək qiymətləndirirəm. Yəni, bir gənc olmasına baxmayaraq, belə bir düşüncədə, təfəkkürdə olması doğrudan da məni çox sevindirir və ona görə Nurlana böyük rəğbətim, hörmətim var. Mən başda Nurlan qardaşım olmaqla Qarqışla kəndinin sakinlərinə, qrupda öz xidmətlərini göstərən insanlara, bu qrupa öz töhfəsini verən hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. Çox şükürlər olsun ki, Qarqışla kəndimiz azaddır. Bugün artıq biz o kəndə çox istədiyimiz vaxtda gəlib gedirik. Orada necə deyim, istirahət edirik. Gözəl mənzərələri göz oxşayır. Allah rəhmət eləsin bütün şəhidlərimizə, qazilərimizə can sağlığı arzulayıram və hər birinizə təşəkkür edirəm və inanıram ki, arzulayıram ki, Qarqışla Xəbərlər qrupu da elə öz istiqamətində tutduğu yolla öz fəaliyyətini davam etdirsin. Sağ olun, var olun.